11 kvadratlıq belə bir detski otaq çəkirəm sizlər üçün. Otağımız çox balaca olduğuna baxmayaraq çox səliqəli, belə ideal yerləş alındı. Bu balaca otaqda demək olar ki, hər şey necə lazımdır, tam istifadə olunubdur. Baxın, belə bir yatağı göstərirəm sizlər üçün. Yatağımızın aşağı hissəsi belə sirmələr yığmışıq. Tam belə içini doldurub səliqəli istifadə edirlər. Çox rahat, çox ideal açılıb bağlanması. Belə bir yazı masası. Səliqəli, hamısı gördüyünüz kimi belə bir pasaj sistemindən burada istifadə eləmişik. Bütün kitablar nə lazımdır bunun içine yığılır. Və belə bir işıqlı hissə. Otağımız çox qəşəng, çox səliqəli, belə geniş görsənir. Ustamızın əl işini yəqin gördüyünüz kimi hamısı səliqəli, ideal. Belə şkafımızın içində göstərim sizə bölgü hissəsini. Baxın, belə səliqəli. Bu cürünə iç hissəsinin bölgüsünü hər şeyin yerləşəcəyi qədər bölmüşük.